Azərbaycan eramızdan əvvəl 7-4-cü əsrdə bu dövrdə Azərbaycanda yaşayan tayfalar və mövcud olan dövlətlər haqqında. Kimmer tayfaları, Kimmer, İskit, Sak tayfaları Azərbaycan tarixində mühüm rol oynamışdır. Kimmerlər əvvəl Qaradəniz sahillərində yaşamış, sonra Şimali Qafqazda. Kimmerlərin eramızdan əvvəl 8-ci əsrdə hərbi cəhətdən gücü olmuşdur. Güclü siyasi birlik olmuşdurlar. Kimmerlərin başçısı Tuqdame idi. Herodotun məlumatına görə İskitlərin təzyiqi ilə Kimmerlər Cənubi Qafqaza, yəni Azərbaycan ərazisinə gəlmişdirlər. Onlardan bir hissəsi eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Kiçik Asiyaya, digəri isə Mannaya doğru hərəkət etmişdir və Mannada məskunlaşmışdırlar və Mannanın Aşura qarşı, Assuriyaya qarşı mübarizəsində iştirak etmişdirlər. İskitlər də Azərbaycana gəlmiş və onların əsl vətəni Altaydan Qaradənizə, Qaradənizdən də Azərbaycan ərazisində Kimmerlərin yanında məskunlaşmışdırlar. İskitlərin də Azərbaycana gəlişi Kimmerlər kimi eramızdan əvvəl 7-ci əsrin birinci yarısında olmuşdur. Kimmerlərin, İskitlərin Azərbaycana ilk axınları Türk xalqlarının ilk böyük gəlişi hesab edilir və biz bunu Manna mövzusunda qeyd etmişdik ki, onların gəlişi zamanı Azərbaycanda Manna dövləti mövcud olmuşdur və Manna hökmdarı Ahşeri olmuşdur və Ahşeri Assur dövlətinə qarşı mübarizədə İskitlərlə ittifaq bağlamış, müstəqil xarici siyasət yürütmüşdür. Və sonradan Aşur hökmdarı Assurbanipal İskitlərlə olan Manna münasibətlərini pozmuş və İskitləri öz tərəfinə çəkib Ahşerini məğlub etmişdir. Hətta İzurtu şəhərini də dağıtmışdır. Xəritədə Kimmer İskitlərin gəldiyi ərazilər Qaradəniz sahilləri, Cənubi Qafqaz, Azərbaycana gəldikləri görünmüşdür. Manna ərazisi də bu ərazidə Urmiya gölü hövzəsindədir. Yəni Qaradənizdən başlayaraq hərəkət edib Cənubi Qafqaz, Azərbaycan, Manna ərazisinə axınlar etmişdirlər. İndi isə keçək İskitlərə. İskitləri biz Manna mövzusunda da qeyd etdik. İskitlərin başçısı İşbaka idi. Kür və Araz çayları arasında məskunlaşmışdırlar. Yerli Alban, Kaspi, Uti tayfalarını öz ətrafında birləşdirmişdirlər. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında İskit şahlığı yaranmışdır. İskit şahlığı ərazisi Kür çayından başlayaraq Arazdan cənubda Mannanın şimalına qədər əraziləri əhatə etmişdir. Döyüşkən tayfalar olmuşdurlar. Hətta İskitlər Kimmerlər və Midiyalıları da özlərinə tabe etmişdirlər. Mannalılarla da dostluq münasibətlərinin olduğunu biz Manna mövzusunda da qeyd etmişdik. O dövrdə də Manna hökmdarı Ahşeri olmuşdur. Assura qarşı ittifaqda birləşmişdirlər. Hətta Assuriyanı ilk döyüşlərdə İskitlər məğlub da etmişdirlər. Və Ahşeri İskitlərin köməyindən istifadə edib müstəqil xarici siyasət yürütmüşdü. Bu dövrdə Midiya ərazisində də Assuriya ağalığına qarşı azadlıq hərəkatı Kaştaritinin dövründə başlamışdır. İşbakayın dövründə İskitlər güclü olmuşdur. İskitlər İşbakayın ölümündən sonra zəifləməyə başlamışdır. Və bu Assuriyanın İskitlər tərəfindən darmadağın edilməsindən xilas olmasına səbəb olmuşdur. Və bu dövrdə Assuriya İskitlərlə olan münasibətləri diplomatik yolla həll etməyə çalışmışdır. Və İskit şahlığı ilə Assuriya arasında diplomatik münasibətlər qurulmuşdur.
Amma bir müddət keçdikdən sonra İskitlər zəifləmişdi və Manna kimi İskitlərə də Midiya dövləti son qoymuşdur. İskitlərin Azərbaycanda yaşadığı qeyd edilməsinin sübutu İskitlərin Sak, Sakaşen adları ilə bu Sakasena, Balasakan, Şəki-Zakatala adlarında öz əksini tapır. Sakların əsas hissəsini mastagitlər təyin edirdi, təşkil edirdi. Onlar Dərbənd keçidindən Azərbaycana daxil olublar, burada məskunlaşıblar. Digər tayfalarla qaynayıb qarışmışdırlar. Azərbaycan Türk xalqının təşəkkülündə mühüm rol oynamışdırlar. Kimmer İskit tayfaları Azərbaycanın hərb sənətinə də ciddi təsir göstərmişdirlər. İskit tipli silahlar geniş yayılmışdır və ilk dəfə olaraq at qoşulmuş arabaların əvəzinə daha yüksək sürətə və manevr imkanlarına malik hər cür şəraitdə döyüş aparmağa imkan verən atlı qoşun da yaranmışdır. Keçək Midiya dövləti və Azərbaycan hissəsinə. Midiyalılar Mannadan cənub-şərqdə İran yaylasında mərkəzində yaşayırdılar. Midiyalılar haqqında da ilk məlumatlar Manna kimi eramızdan əvvəl 9-cu əsrə aiddir. Assuriya mənbələrində Midiya adı Matay, Maday, Amaday kimi xatırlanır. Eramızdan əvvəl 9-8-ci əsrlərdə kiçik siyasi birləşmələr, vilayət hakimləri kimi mövcud olmuşdular və Assuriyadan asıllığa düşmüşdürlər. Eramızdan əvvəl 673-cü ildə Midiyalılardan Kaştareti Assuriya ağalığına qarşı xalq hərəkatına başlamış və ona Manna, bu dövrdə Manna Dağşeri, İskitlərdə də İşbakay köməklik etmişdir və 672-ci ildə Kaştareti bu azadlıq hərəkatında parlaq qələbə qazanıb Assuriya ağalığına son qoyulmuşdur. Midiya müstəqil olmuşdur. Midiyanın paytaxtı Ekbatan şəhəri idi. Kaştaretinin dövründə nəsli əyanlar saray əyanlarına çevrilmişdir. Biz qeyd etdik ki, İskitlərlə Mannalıların müttəfiqliyi olmuşdur, amma Assurlar İskitləri öz tərəfinə çəkə bilmişdirlər və Assur və İskitlərin sonradan onlar birləşmişlər və Midiyanı məğlub etmişdirlər. Midiyanın ilk hökmdarı qanun və vəzifələri nizamladıqdan sonra ədaləti bərqərar etməyə çalışmış və bütün bunlara görə Midiya dövləti dövrünün böyük dövlətləri səviyyəsinə yüksəlmişdir. Kaştaret dedi ki, Midiyanı müstəqil elan edib Assuriya ağalığından azad etmişdir. 653-cü ildə Kaştaret İskitlərlə döyüşdə öldürülmüşdür. Midiya İskitlərin tabeliyinə keçmişdir və bu 28 il davam etmişdir. Amma İskitlər Midiya dövlətinə son qoymamışdırlar. Midiyada isə İskit ağalığına Kiaksarın dövründə son qoyulmuşdur. Kiaksar hərbi islahat keçirmişdir. Həmçinin kiçik vilayət hakimliklərini tamamilə ləğv etmişdir. Kiaksarın hərbi islahatlarına gəldikdə piyada əskərlər atlılardan ayırıb, nizəçilər və xotanları ayrı dəstələrə bölüb, çoxsaylı və möhkəm daimi nizami ordu yaradıb, suvari, atıcı hissələri yaradıbdır. İskit taktikasına əsasən biz qeyd etdik, Kaştaretinin dövründə İskitlər onlara köməklik etmişdir və Kiaksar güclənmiş Babil dövləti ilə ittifaq bağlamışdır Assuriyaya qarşı və 612-ci ildə Midiya Babil qüvvələri Assurun paytaxtı Nineva şəhərini tutmuşdurlar və eramızdan əvvəl 605-ci ildə Assur dövlətinə son qoyub Assurun ərazisi Midiya və Babil arasında bölüşdürülmüşdür. Eramızdan əvvəl 590-cı ildə Kiaksar, Manna, İskit və Urartu dövlətinə son qoyulmuşdur və bununla da Midiya imperiyaya çevrilmişdir. Bunun nəticəsində də ölkəyə çoxlu sayda qul axını olmuşdur.
İndi isə keçək Azərbaycan Əhəməni dövlətinin tərkibində eramızdan əvvəl 550-dən başlanan bu dövr eramızdan əvvəl 330-a qədər davam etmişdir. Kiaksarın dövründə Midiya dövləti güclü dövlət olmuşdur, lakin onun ölümündən sonra zəiflədi. Astiaqın dövründə işğallar dayandı. Bu da təbii ki, hərbi əyanların, döyüşçülərin narazılığına səbəb oldu. Astiaq yeni din olan Zərdüştlüyə sitayiş etmişdir, maqlarla yaxınlaşmışdır. Bu isə təbii ki, bu yeni dini təlim varlıların, əyanların, döyüşçülərin mənafeyinə uyğun olmamışdır və onlar bu yeni dini özləri üçün təhlükə hesab etmişdirlər və bu Astiaqla əyanlar arasında ziddiyyətləri artırmışdır. Astiaqa qarşı açıq çıxış etməyə cürəti çatmayanlar, Midiya əyanları onun nəvəsi 2-ci Kirin əli ilə 2-ci Kir Astiaqın qızının oğlu idi. Ona qarşı çıxmışdılar. Eramızdan əvvəl 553-cü ildə 2-ci Kir Astiaqa qarşı üsyana başlamışdır. Midiya əyanları da Midiya dövlətinə Astiaqa qarşı xəyanət etmişlər. 550-ci ildə Midiya bu mübarizədə məğlub olmuş, Ekbatan şəhərini 2-ci Kir ələ keçirmiş və bununla da eramızdan əvvəl 550-ci ildə Midiya dövləti süqut etmişdir. Və bununla da bu ərazilər Əhəmənilərin Fars dövlətinin əlinə keçdi və tezliklə imperiyaya çevrildi. Ərazisi şərqdə Hindistan, qərbdə Misrə qədər uzanırdı və Azərbaycan torpaqları da onun tərkibinə daxil olmuşdu. Əhəmənilər ölkəni idarə etmək üçün satraplıqlara, canişinlərə bölmüşdürlər. Satraplar əhalidən illik vergi yığır, müharibə vaxtı döyüşçülər toplayırdılar. Farslar bütün köçəriləri Sak adlandırırdılar. Döyüşkən tayfalar idi, Sak, İskit, Oğuz tayfaları və Əhəmənilər onlardan istifadə etmişdir öz qoşunlarında. Əhəmənilərin Azərbaycanın şimalında hakimiyyəti nominal xarakter, şərti xarakter daşıyırdı. Yəni bu deməkdir ki, vergi verilirdi, yalnız şimal hissəsi vergi verirdi. Əhəmənilərə, amma Əhəmənilər əhalinin daxili işlərinə, adət-ənənələrinə qarışmırdılar. Amma buna baxmayaraq Əhəmənilərdən asılı olmaq, vergi verilməsi Şimali Azərbaycanda sosial təbəqələşməni gücləndirmişdir. Və bu da artıq eramızdan əvvəl 4-cü əsrin sonlarında Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına şərait yaratmışdır, yəni Albaniya dövlətinin. Əhəməninin tərkibində olmaq Azərbaycanın digər ölkələrlə ticarət əlaqələrinin inkişafına səbəb oldu. 2-ci Kir eramızdan əvvəl 530-cu ildə Araz çayından şimal hissələrə hücum etdi, lakin Massaget hökmdarı Tomris onu məğlub etmiş oldu. 2-ci Kir döyüşdə öldürüldü. 1-ci Daranın dövründə üsyanlar başladı. 1-ci Dara bu üsyanları yatırdı. Geniş işğallara başlanıldı. İndi isə gələk Azərbaycan ərazisində Əhəmənilərə qarşı mübarizəyə. Əhəmənilərə vergi verilir, hərbi yürüşlərdə iştirak edirdi. Hətta Yunan Əhəməni müharibələri zamanı Əhəməni qoşunun tərkibində Azərbaycan tayfaları da iştirak etmişdir. Makedoniyalı İskəndərin şərqə yürüşü və Azərbaycan eramızdan əvvəl 4-cü əsrin ikinci yarısında Əhəməni dövləti artıq zəifləmişdi. Çünki xalqlar mübarizə aparırdılar, üsyanların ardı-arası kəsilmirdi və belə bir dövrdə Makedoniyalı İskəndərin eramızdan əvvəl 334-də şərqə yürüşü başladı. Biz bunu ümumi tarixdə də keçəcəyik. Əhəmənilərlə 334 Qranik, 333 İz və eramızdan əvvəl 331-də Qavqamela döyüşü baş verəcək. Döyüşlərin hamısında İskəndər qalib gələcək. 3-cü Daranın ordusu məğlub ediləcək. Qavqamela döyüşündə Azərbaycan tayfaları Atropatın başçılığı ilə iştirak etmişdir.
Atropatena mövzusu da digər video izahda olar.